Su çərşənbəsinə təsadüf edən iftar üçün yemək hazırladım. Düşündüm elə hava günəşlikən yeməyi həyətdə hazırlayım. Açıq havada bişən yeməyin dadı bir başqa olur. Amma toyuq qovurmasını əsl reseptlə yox, evimizdə sevdiyimiz formada bişirdim. Çünki hər evin öz dadı, öz ənənəsi var. Toyuğu doğrayıb yuduqdan sonra bişməyə qoydum. Düyünü suyu şəffaflaşana qədər yuyub, üzərinə su alıb duz tökdüm. Düyünü islatdığımız və qaynatdığımız su şor olmalıdır. Aypara formasında doğradığım soğanları toyuğun üzərinə yığıb qarışdırdım. Bu arada düyü üçün qaynamağa su qoyuram. Soğan azca yumşalana qədər qapağı bağlı bişirirəm. Toyuqla soğan bir yerdə bişəndə dadı tam başqa olur. Qovurmanın qapağını açıb yağ, zövqə görə duz istiot, sarıkök əlavə edib qarışdırıram. Alça turşusu, şabalıd qatıb şabalıd yumşalana qədər bişirirəm. Qaynayan suya islatdığım düyünü əlavə edirəm. Yumşalmış düyünü süzürəm. Qazmaq üçün un, qatıq, sarıkök, yumurta, duru yağ qatıb qarışdırıram. Biraz da düyüdən əlavə edirəm. Qazanın dibinə qazmağı yayıb, hissə-hissə düyünü sarıkökləyib, yağlayıb yığıram. Düyünün yaxşı dəm alması üçün qaşıqla dəliklər açıram. Dəsmalla örtüb dəm almağa qoyuram. Aşın buxarı qalxırsa, deməli yaxşı dəm alıb. Düyülər dəndən, qazmaq isə ayrı bir aləm oldu. Ramazan ətirli su çərşənbəniz mübarək, süfrəniz həmişə bərəkətli olsun. Səhifəni izləməyə alın ki, yeni reseptlərdən xəbərdar olasınız.